İnşallah. Amin. Mən iki məqama çıxışımda toxunmaq istəyirəm, amma qısa olaraq bəzi şeylərdən danışacağam. Bəxtlərə Amir qardaşım bir dərs əsnasında bir şey danışdı və mən təqdir edirəm Amir qardaşımın mövzu çox gözəl mövzudur. Niyə İmam Hüseyn əleyhissalamın əzadarlığı bizdə bir təskiyə yaratmır. Yəni biz hər 10 günlər qeyd elədikdən sonra sanki geriləmə baş verir. Sanki o bizdə təqvanı yaratmaqdan, amma bəzən görürsən ki, əks bir məsələlərə səbəb olur. Nədir bunun səbəbi? Amil müəllim çox uyğun bir ifadə qeyd edib və bəzən də mən belə Ənfal surəsinin 2-ci ayəsini misal çəkirlər. Quran-Kərimdə belə ifadə olunur, məsələnin emosional tərəfindən. Ənfal surəsinin 2-ci ayəsində buyururlar ki, İnnəməl mu'minunəl-ləzīnə izə zukirallah vəcilet qulubuhum və izə tuliyət aleyhim əyətuhu zadatuhum imanən və alə rabbihim yətəvəkkəlun. Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, yəni qəlbi titrəyər. Allahın ayələri onlara oxunduqda imanları artar. Yəni bəzən elə İmam Hüseyn əzadarlığına da bunu misal çəkirik. Deyirik ki, İmam Hüseyn əzadarlığı da eyni bu ayələr misalıdır. İmam Hüseynin adı zikr olunanda, məclisində emosional tərəf cəmiyyətə təqdim olunanda, yəni o duyğular hərəkətə keçəndə insan qəlbi titrəyir, insanın gözündən yaş axmağa başlayır. Mən məsələyə bir ayrı aspektdən yanaşmaq istəyərdim. Yanaşdığım tərz, yəni mənə görə İmam Hüseyn məclisində ağlamaq müqəddimə deyil, nəticədir. Yəni əgər sən müqəddimə olaraq ağlayırsansa, bunun üzərində bir düşün. Bunun üzərində düşün ki, müqəddimə olaraq, yəni İmam Hüseyn səni ağlatmağı, ola bilər ki, bu ağlatmaq müvəqqəti ağlatmaq olsun. Bu göz yaşı müvəqqəti göz yaşı olsun. Sadəcə səni hansısa bir hadisənin acı olması, dəhşətli olması və ya həmin hadisə ilə bərabər sənin evində öz övladı assosiasiya eləməyin, öz uşağı, qız uşağı assosiasiya eləməyin, oğlan uşağı Əli Əkbərlə, Əli Əsğərlə, yəni qız uşağını deyək ki, Kərbalada dünyasını dəyişmiş qız uşaqları ilə bərabər zikr eləməyin, yəni bu ola bilər ki, hadisənin içərisindən sənə təsir eləyər. Amma Allah Mütəalın buyurduğu ki, və izə tuliyyət ayət, Allah deyəndə ki, o insanlar, möminlər olardı ki, izə zukrallah, o Allah zikr olunduğu zaman vəcilət qulubuhum, onların qəlbləri titrəyər. Bunlar hansı adamlar idi? Əlbəttə ki, bu Quran ayəsində Allah möminlərdən danışır. Möminlər ifadəsi bizə hələ məsələni çox da açmır. Yəni biz deyə bilmirik ki, mömin yəni hansı mömindən söhbət gedir və biz deyə bilmirik ki, bu müqəddimədir, yoxsa nəticədir. Amma Quran-Kərimin digər ayəsi Ənfal surəsinin 23-cü ayəsində Allah Teala buyurur ki, Allahu nəzzələ əhsənəl hədisi kitəbən mütəşabihən məsəniyyət təkşəirru minhu culudullezine yaxşavna rabbahum thumma telinu culuduhum və qulubuhum izə zukurallah zəlikə hudallah yəhdi bihi mən yeşə və mən yudlillah fəmə ləhum min həd. Ənfal surəsi 23-cü ayədə Allah Müteal deyir ki,
Allah sözün ən gözəlini, ayələri bir-birinə bənzəyən və təkrarlayan kitabı nazil elədi. Yəni Quranı nazil elədi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Yəni mömin sözü ifadəsi hələ məsələni açmır. Amma bura gəlir deyir ki, söhbət nə məsələdir? Söhbət təqva məsələsidir. Hə, bu xəşyət məsələsidir. Allah qorxusu məsələsidir ki, Allah qorxusunu özündə daşıyan möminin emosional hala düşməsidir. Yəni müqəddimə təqvadır. Təqvanın nəticəsi sənin həmin ayələrini oxuduğu zaman belə deyək də qəlbinin titrəməyidir. Qəlbinin titrəməyi əgər bir hadisə zamanı baş veribsə, olubsa, bu hələ o demək deyil ki, sən təqvalısan. Sadəcə bir hadisə sənə təsir elədi. Amma sənin təqvadan yola çıxaraq qəlbin titrəyirsə, burada deyir ki, zədəthum imanən. Bu sənin həm təqva gücləndirəcək, həm sənin imanı artıracaq. İmanı və təqva artırdığı zaman və bəli, o 10 gündən sonra sənə təsir eləyəcək. 10 gündən sonra sənə təsir eləməsi üçün sən müqəddimədə sənin qəlb yanğın olmamalıdır. Müqəddimədə sənin təqvan olmalıdır. Nəticə qəlb yanğısı olmalıdır. Nəticə sənin qəlbinin titrəməsi olmalıdır. Yəni Quran ayəsi bu cür yanaşır məsələyə ki, yəni əvvəlindən biz dedik ki, məsələn, biz dəfələrlə öz aramızda Fərd müəllimlə danışanda dedik ki, Quran və Quranla paralel hədisin zikr olunması. Və biz çıxışlarımızda da bu şeylərə toxunuruq, dedik ki, yəni hərdən hədisi sən təqdim edirsən, Quransız təqdim eləyəndə elə bir növ misalları vurursan, amma düstur yoxdur ortalıqda. Yarımçıqdır, tamamlamır bir-birini. Və yaxud hansısa bir hadisəni təqdim eləyəndə sən misalı təqdim eləmirsən, ancaq bir məfhumu təqdim eləyirsən, yenə də o cəmiyyətə dəymir. Amma ayə və ayənin bərabərində hədisi təqdim eləyəndə fərqli nəticələr yaradır insanlarda. O Quran ayəsi bizim qəlbimizdə imanın artmasına səbəb olur. Qurana aşina olmamıza səbəb olur. Vəcilət qulubuhum bundan sonra yaranır. Yəni, bu da məsələnin başqa tərəfdən izahı. Mən indi bayaqları Fərd müəllimlə danışırdıq. Söhbət o əzadarlıq zamanı insanın özünə xəsarət yetirməsi, üzün gözün cırması, ya filan eləməsi məsələsini əlbəttə ki, biz müxtəlif yönlərdən biz şeylər təqdim eləyə bilərik, müxtəlif yol. Hədis gətirərəm, mən gətirərəm ki, vurmayıb, sən deyəsən ki, vurub. Sən deyəsən, bu hədis mənim təqdimatımdır, mən deyərəm, bu hədis mənim təqdimatımdır. Hələ burada arbitr rolunu, hakim rolunu kim oynayacaq biz deyə bilmərik. Sən də istinad elədiyin hədisdir, mənim istinad elədiyim hədisdir. Mən, Allah rəhmət eləsin, mərhum, indi dinləyənlərdən bəziləri bilərlər, bəlkə o şəxsi tanıyarlar. Bizim mərhum ustadımız, Salyanlı Axund Əlqəm. Biz Əlqəmə deyirdik. Axund Əlqəm məşhur Əlqəm çayının adı ilə bağlı qoymuşdu. Çox böyük ustad olub. Çox böyük ustad. Zamanında mən nəsib oldu ki, biz ondan bir görüşə bildik. 2-3 dəfə mənim onunla görüşüm alınıb. Məclisdə bir dəfə də bizim evdə qonaq olmuşdu. Qonaq olduğu zaman söhbət düşdü ki, yəni söhbət elə bir yerə gəldi, çatdı ki, mən İmam Hüseyn əleyhissalam barəsində sual elədim, amma belə bir sual elədim. Sual elədim ki, İmam Hüseyn əleyhissalama işarə eləyən Quran ayəsi. Yəni, hansı Quran ayəsi İmam Hüseyn əleyhissalamla əlaqəsini yaradardı? O çox maraqlı bir surəyə istinad elədi. Halbuki mən o surəni daim oxumuşam və o hissəsinə diqqət eləməmişəm. Buyurdu ki, deyir Əsr surəsi. Vələ əsr, and olsun əsr çağına. Bunu biz təfsirlərdə bilirik ki, məhdəviyyətlə məsələni əlaqələndirirlər ki, bu təbii təfsirlərdə gəlib. Və burada nümunələrin fərqli olması heç də o demək deyil ki, bəhs buna aid eləmisənsə başqasına aid eləyə bilməzsən. Bu,
Təfsirdə buna təəddüdül mistaq deyirlər. Yəni nümunələr çoxluğu. Nümunələr çoxluğu bir-birinə mane deyil. Bunu zuhura da aid edə bilərsən, bunu başqa şeylərə. Ustad məsələni Kərbalaya nişan verdi. Dedi bu Kərbala ilə əlaqələndir. Dedi and olsun əsr vaxtına. İnsan ziyanı içindədir. İndi iki ayə gələndə həqiqətən adam dəhşətə gəlir ki, insan ziyanı içərisindədir. Ta ki, ümumi bir ifadədir. Ta ki, Allah istisnanı gətirənə qədər. Deyək ki, Peyğəmbərimizi 2 surə qocaldı. Bəzilərində Hud surəsi deyilir, bəzilərində də Əsr surəsi nəşr olunur ki, Əsr surəsi özü Peyğəmbərimizin qocalığına səbəb olub ki, İnnəl insanə ləfi xusur. İnsan ziyan içindədir, xəsarət içərisindədir. Bu, Peyğəmbərimizə həqiqətən böyük təsir edir. Çünki ümumi ifadədir. Amma sonra istisna gəlir. İlləlləzîne âmenû. İstisna da o şəxslər ki, iman gətiriblər. Və amilus salihat. Onlar salih əməl sahibləridir. Və təvasab bil haqq və təvasab bis sabr. Onlar haqqı tövsiyə edirlər və səbri tövsiyə edirlər. Dedim, bəs ustad sən burada əsas açıqlamanı nəyin üzərindən deyirsən İmam Hüseynə aid? Dedi ki, haqqı tövsiyə eləmək və səbri tövsiyə eləmək. Qarşı tərəfə haqqı tövsiyə edir. Yəni öz imamətini təqdim edir, öz vilayətinə təqdim edir, özünün haqq olduğunu, qarşı tərəfin batil yolda olduğunu təqdim edir. Amma yanında olanlara, xanım Zeynəbə, yanında olan deyək ki, Əli ibn Hüseyin ki, bugün məsələn onun şəhadətini qeyd edir. Əli ibn Hüseyin də onun qismindədir. Ona səbr eləməyi tövsiyə edir. 2 nəfər Kərbalanı bizə təqdim edən qəhrəmanlara nəyi tövsiyə edir? Səbri. İmam səbri tövsiyə eləyirsə, indi biz əlimizdə olan üz cırmaq, yaxa cırmaq kimi olan hədisləri gəl indi bu səbr kontekstindən oxuyaq. Səbr kontekstində oxuyanda, əlbəttə ki, bu hədislər gedəcək öz işinə ki, bəziləri buna istinad edirlər ki, Quran mərkəzdə dayanmalıdır, hədisləri Qurana təqdim eləmək. Mən orada gördüm ki, ümumiyyətlə bir məsələni qeyd edeyim. Bir başqa digər ustadın bir yaxşı sözü var. Deyir ki, bu surədə çox incə mətləblər var. Bəziləri deyirlər ki, zamanə dəyişilib. Sanki demək istədiyi insan yerində qalıb, amma zamanə dəyişilib. Zamanə xarab olub. Amma Quran ayəsi deyir ki, and olsun zamaniyə insan dəyişilib. İnsan ziyan içində. Yəni zamanə dəyişilməyir. Zamanəni xarab eləyən insanlardır. Zamanə özü-özlüyündə ayrılıqda bir şeydir ki, zamanəyə, mühitə təsir edən amillər daha çox insanın xarakteri, insanın xasiyyəti. Deyir ki, and olsun zamana, əsr vaxtına. İnsan ziyan içindədir. Və maraqlı bir məsələdir. Bunu da qeyd edirəm ki, həmin o təfsirdə də bu hədisi var. Deyirlər ki, əsr deyiləndə də elə həmin Kərbəla hadisəsinin o başladığı zamana işarə edir ki, əsr vaxtı idi. Əsr vaxtına and olsun. İnsanlar ki var, imamın hüzurunda durublar, imama hücum edirlər. Bunlar ziyan içindədir. Amma imamın ayırdığı dəstə nədir? Haqq yolunda. Və maraqlı bir nöqtəni deyim. Bayaqlarda biz bu söhbətlər olmamışdan qabaq öz aramızda danışanda məsələnin yenə də həmişəki suallardan biri budur ki, niyə Hüseyn? Niyə Hüseyn? Niyə Hüseyn? Fərdi müəllimlə bu məsələni danışırdıq. İndi etiraz edir, Fərdi müəllim Allah hifz eləsin, Allah salamat eləsin. Sözün əsl mənasında çox böyük xidmətlər göstərir. Sözün əsl mənasında bunları heç birini göz ardı eləmək olmaz. Və qiymət verəndə mən əzizlərimə üst tutaraq əziz insanlara, dəyər verə biləcək insanlara, dəyər verə bilməyəcək insanlar sadəcə mən mövzudan xaric insanlardır, mənim onlarla işim yoxdur. Amma dəyər vermək istəyənlərə sadəcə ümumi konteksti nəzərə alaraq dəyər verməyini tövsiyə edərdim, xahiş edərdim ki, bir məsələni dəyərləndirəndə bütünə əvvəl baxsınlar, sonradan o cüzü dəyərləndirsinlər. Bütünü görməsən, sən cüzü fokuslansın, ancaq cüzü dəyərləndirəcəksən və bu zaman nə edəcəksən?
prinsipdən kənara çıxacaqsan. Məsələni bir tövsiyə edərdim. Bunun üzərində dayanmıram. Amma incə bir mövzu idi. Bayaqlar Hüseyni bir məsələ. Mənim zehnimə bir şey gəldi. O məşhur bir hədis var. Bunu əlaqələndirirlər ki, Əli ibn Hüseynin şəhadəti elə bir şeydir ki, bunu Kərbalasız qeyd eləmək mümkündür. Burada mütləq Kərbalaya toxunmalıyıq. Yəni İmam Zeynul Abidinin həyatı barəsində əgər danışırıqsa, mütləq burada Kərbalaya toxunulmalıdır. Çünki adam ömrünün 22 və ya 24 yaşlarında müxtəlif 22, 23, 24 3 dənə ifadə işlədiblər. Bu illərində artıq Kərbalanın şahidi olur. Kərbala şahididir. Və bizə gəlib çatmasında, Kərbalanın bugün həqiqətlərinin çatmasında birinci şəxslərdən biridir ki, rol oynayıb bizə doğru şəkildə çatılmasında xidmət göstərir. İmam Əli ibn Hüseyn, yəni İmam Zeynul Abidin. İndi mən Kərbala barəsində qeyd eləmək istəyirdim. İmam Əli ibn Hüseyn yeni bir eranın başlanğıcıdır. İmam Hüseyn bir eranın sonudur. Əli ibn Hüseyn digər eranın başlanğıcıdır. Biz Əhl-i Beyt imamlarını iki yerə bölərik. Birinci era bitir İmam Hüseyndə, ikinci era başlayır Əli ibn Hüseyndə. Niyə? Niyəsini deyəcəm. Çünki İmam Hüseynə qədər olan Əhl-i Beyt nümayəndələri, nümunələri Ali Əba idi. 5 nəfərin sonuncusu İmam Hüseyn əleyhissalam idi. Bu şəxslər kimlər idi? Məsələn, deyirdilər ki, məsələn, İmam Sadiq əleyhissalamdan soruşurlar ki, niyə Kərbalada məsələn, İmam Hüseyni qeyd edirsiniz, Hüseynin gününü bu cür dəhşətli gün kimi, ən müsibətli gün kimi qeyd edirsiniz, amma Peyğəmbərin gününü qeyd eləmirsiniz. Amma Əlinin günü, amma Fatimənin günü, amma Həsənin günü yox, məhz Hüseynin günü. İmam Sadiq əleyhissalam öz hədisində bunu açıqlamasını verir. Deyir ki, məsələni gətirir Ali Əbadan. Yəni 5 nəfər əbanın içərisində olan şəxs. Məsələ mövzu 5 nəfərdəndir. Deyir ki, Peyğəmbər dünyasını dəyişəndə 4 məsum var idi. Yəni Əli, Fatimə, Həsən və Hüseyn. Xanım Zəhra dünyasını dəyişəndə 3 məsum vardı. Əli, Həsən və Hüseyn. İmam Həsən dünyasını dəyişəndə İmam Hüseyn dünyadaydı. İmam Hüseyn dünyasını dəyişəndə Ali Əbadan bir şəxs qalmadı. İmam Hüseyn əleyhissalamın Kərbalası bir növ onların bütün müsibətlərini əhatə elədi öz içində. Və bir növ İmam Hüseynə ağlamaq bu 5 nəfərin hamısını ağlamaq sayılır. Hamısını öz içində ehtiva edir. Sən Hüseynə ağlasan, Ali Əbaya ağlayırsan, Ali Əbanın içərisində İmam Həsən də var, İmam Əli də var, Xanım Zəhra da var və Peyğəmbərimiz də var. Hamısını əhatə elədi. Çünki İmam Hüseyn əleyhissalam Ali Əbanın sonuncusu. İndi yer üzündə Peyğəmbərdən birbaşa sözü eşidən məsum qalmadı. Çünki əhl-i xilaf məsələn istinad eləyəndə vasitə, Peyğəmbərə qədər çatan vasitəni şərt qoşur. Əli ibn Hüseyn Peyğəmbəri görür. İmam Zeynul Abidin atasından nəql edir. Biz dediyimiz atası İmam Hüseyn bu şəhadət baş verdikdən sonra Peyğəmbər görən nəslin sonuncusudur. Yəni Əhl-i Beytin nümunələrinin içərisində. Və bir də faciə bu tərəfdən baxaq ki, Peyğəmbər görən, Peyğəmbəri bizə çatdıran nəsil bitdi. Amma Peyğəmbərin Əhl-i Beytindən sonraki nəsil davam eləyir. O nəslin başlanğıcı Əli ibn Hüseyndir. Bəli, o atasını görür. Atasından nəql edib. Hətta İmam Məhəmməd Baqir əleyhissalam 4 yaşında Kərbalanı dərk eləyənlərdəndir. O da Kərbala faciəsində uşaq ikən
hadisənin içərisində olanlardandır. Məsələn, deyirlər ki, 2 dəfə Şamda olub, biri də həmin o əsrlərin içərisində uşaq ikən olması və gəlib Şamda olması, yəni bu hissəni də nəql edirlər. Nəql edirlər ki, İmam Məhəmməd Baqir də oradadır. Amma məsələ nədir? Məsələ Hüseyni, məlhəmənin, Hüseyni hadisənin bu qədər hüzünlü olmasının kökündə İmam Sadiq əleyhissalamın təqdimatında başqa məsələdir. Məsələ Peyğəmbəri dərk edən, Peyğəmbərin zamanında məsələni görən şəxsin artıq erasının bitməsi idi. Və bu ümmətin faciəsi idi. Mən İmam Zeynul Abidin barəsində bunu da qeyd eləmək istəyirdim ki, İmam Zeynul Abidin təqdimatına keçməzdən öncə bir şey qeyd eləmək istəyirəm. Quran-ı Kərimdə bir ayə var, buyurur ki, imamların meyarı, Allah niyə imam seçir? Ənbiya 73-də Allah mütəal buyurur ki, və cəalnahum əimmətən yahduna bi əmrinə. Biz imamlar qərar vermişik, onlar bizim əmrimizlə hidayət edərlər. Əmr qüvvəsi var. Biz bir dəfə bir məclisdə bu məsələni açmışıq. Mövzunu söhbət eləmişik ki, əmr qüdrəti nədir? Bundan işim yoxdur. Amma eyni bu qəbildən olan başqa bir ayə var. Axı İmam Hüseyin əleyhissalamdan sonra Əli ibn Hüseynin imaməti mövzu oldu axı. Əli ibn Hüseyin imamdır yoxsa Məhəmməd Hənəfiyyə? Əlbəttə ki, burada xüsusi hədis var. O hədisdə Həcərül Əsvədə işarə var. Həcərül Əsvədin dilə gəlməsi və İmam Əli ibn Hüseynin imamətini təsdiqləməsi və s. axır. Amma mən istəyərdim məsələyə biraz fövqdən yanaşım, biraz da üstdən yanaşım. Yəni, Qurani bir mərkəzdən yanaşım. Ümumiyyətlə, imamətin meyarı nədir? Allah niyə imam seçir? Nəyə görə bu şəxsdən imam seçir? Məsələn, Allah İbrahim Peyğəmbərin nümunəsində bunu deyir. İbrahim Peyğəmbər Allah imtihanlardan keçirdi. Ətəmməhunna. Yəni, tamam təhvil verdi. Allah dedi ki, səni imam qərar verdi. Biz bilirik İbrahimin nələrlə imtihan olması, malı ilə imtihan olması, canı ilə imtihan olması, övladı ilə imtihan olması və nəticədə gəldi Allah bunu imam qərar verdi. Hətta onun məşhur cümləsi var İbrahim Peyğəmbər barəsində, deyir, mən öz ailəmi gətirdim, qeyri zizərin, heç bir əkinə yararlı olmayan bir vadidə gətirdim qoydu, bir torpaqda gətirdim qoydu. Gör, nə qədər sən, kim ailəsini gedər, insanlar neyinir? Ailəsinə maksimum şərait yaradır ki, ailəm yaxşı vəziyyətdə olsun. Hətta boşananlar belə ailəsini imtina eləmirlər, çalışırlar ki, ailəm yüksək səviyyədə yaşasın. Yəni, ailəsi ayrılsa belə. Amma İbrahim əleyhissalam gətirir ailəsini, qoyur bir dənə, quru bir dənə şoran torpaqda da biz dediyimiz, bizim zehnimizdə, loru dildədir, şoran bir də torpağa gətirib qoydu çıxıyor. Hansı ki, qeyri zərbələr ona. Yəni, bir vadidir, orada əkinə yararlılıq yoxdur. Əkinə yararlı olmayan bir yerdə sən niyə qoyursan? Əlbəttə ki, onun imtihanı idi, bu heç. Amma həm də İbrahim Xəlilullah idi, Allah dostuydu. Allah dostu bilirdi ki, dostuna əmanət edir. Dostu o xanımını da, onun yoldaşını da orada ruzsuz buraxmaz. Amma imtihanıdır. Bundan işimiz yox. Və biz görürük ki, İbrahimdə bu nümunədə görürük ki, İbrahimə Allah səbr etməsini istəyir. Səbrini yoxlayır. Səbrini yoxladıqdan sonra Allah neyini? İmam qərar verir. Allah müteala bunun ayəsini də gətirir. Bir tərəfdən nümunəsini gətirib, ayəsini gətirib ki, yəni mən kimdən imam seçirəm? Allah müteala buyurur ki, Səcdə surəsi 24. Və cəalnə minhum əimmətən. Biz onlardan imamlar qərar verdik. Nə üçün? Nə səbəbdən qeyd elədi? Yahduna bi əmrinə. Bizim əmrimizlə hidayət eləyərlər. Nəyə görə? Bimə səbr elədilər. Biz imam qərarı vermişik. Onların imam seçilməsi təsadüfi seçimdir.
xoşumuza gəlir deyə seçməmişik. Səbr elədiklərinə görə seçmişik. O qədər əzəmətli səbrin sahibidir. Və kənu bi ayətinə yuqinun, bizim ayələrimizə də yəqin əhlidirlər. İndi İmam Zeynul Abidini gəl bir dənə şəxs olaraq dəyərləndirək. Böyük bir dənə müsibət görüb. Kərbala müsibəti kimi böyük bir dənə müsibət görüb. İmam Hüseyin kimi bir dənə atanı itirib, qardaşlar itirib, əmini itirib, qardaş balasını itirib. Bu boyda itkilər verib, amma səbrə bax. Elədiyi səbrə bax. Allahın ayələrinə, yəqininə bax. Sən təsəvvür elə, Xanım Zeynəb deyir ki, gecənin bir aləmində İmam Zeynul Abidinin gecə namazına durduğunu gördüm. Kərbalanın gecəsində. Kərbalanın gecəsində Allahla razı niyaz eləyir və Allaha verdiyi qurbanların cüzü olduğundan danışıyor. Ki, bizim bu cüzü qurbanlarımızı bizdən qəbul elə. Yəni, sən nə qədər Allaha yəqin münasibətin ola ki, və sən nə qədər böyük səbrin vallahi, yəni tam səmimi deyirəm, balaca bir dənə övladımızda kiçik bir dənə hadisə olanda bizim bütün həyat nizamımız pozulur. Övladın başına bir şey, gündəlik iş prosesimizə təsir eləyir, bütün həyat prosesimizə təsir eləyir, namaz proqramımıza təsir eləyir, ibadət proqramlarımız pozulur. Görürsən ki, vaxtında yerinə yetirə bilmirik, təxirə salırıq falan, nə var bunu qatırıq. Adam gecə namazına qalxır. Gecə namazında bir dənə Kərbalada baş verən hadisələrdən şikayət yoxdur. Allahla özü arasında razı niyaz eləyir və sanki öz qurbanlarının kiçik olduğunu təqdim edir ki, mən sənə hələ bunu kiçikdir bu qurbanlarımız. Bir ömürdə o müsibəti içində daşıya. Yəni ki, həmişə də bu müsibətdə də həmişə də dərk eləyə. Müsibət o mənada deyil. Adam var ki, müsibəti soyub zamanla. Məsələn, deyirsən ki, Allah şəhidlərimizi rəhmət eləsin, Qarabağ şəhidlərimizi, ümumiyyətlə bütün şəhidlərimizin məqamlarının ali eləsin. Mən hərdən o insanın o unutqanlığını unutqanlıq hərdən nemətdir də. Yəni, bəzən o nisyan səbəb olur, Allahdan uzaq düşürsən. Bəzən nisyan, unutqanlıq sənə kömək olur ki, insan daim öz ölüsünü, öldüyü bir yaxın adamını daim onu hiss eləsə, o çətinlik çəkər. Yəni, həyatında görürsən ki, dağınıq hala düşər ki, biz görmüşük adamlar ki, illərlə görsən dağınıq. Amma bir müddət keçəndən sonra görürsən ki, indi torpağın üzü belə deyirlər, torpağın üzü soyuqdur. Hətta məsələn, o torpağın üzü soyuqdur. Məsələn, şəriət məsələsində də gəlib çatır. Deyirlər ki, məsələn, ölünü dəfn edəndə gərək üstünə torpaq atanda yaxınlar atmasın. Yaxınlar ona görə atmasın ki, sənlə o dünyasını dəyişən arasında daşdaşma yaratmasın. Ona görə çalışır ki, məsələn, atası, ya qardaşı, ya filanı atmasın, digər adamlar atsın ki, o torpaq səninlə onun arasını o qədər soyutmasın. İndi təsəvvür elə, İmam Əli ibn Hüseyndən söhbət gedir, yəni İmam Zeynul Abidindən söhbət gedir. Daim bu acını, bu müsibəti içində daşıya. Sən yaşayırsan. Və yaşadığın vaxtı sən nə qədər Allahın cizgisində qalırsan, bu önəmlidir. Qarşı tərəfə zərrə qədər həddi aşmırsan. İndi mən bunu misalını nəydən vuracam? İndi Fərid müəllim bunu qəşəng izah eləyər. Mərvan ibn Həkəm var. Mərvan ibn Həkəm kimdir? Həmin şəxsdir ki, Mədinədə olarkən Yeziddən xəbər gələndə ki, Yezidə İmam Hüseyin əleyhissalam beyyət eləməlidir. Mərvan ibn Həkəm ondan qabaqçı vali olmuşdu da, keçmiş vali idi. Vəlid ibn Ütbə də indiki validir. Vəlidlə Mərvan məsləhətləşir ki, imama beyyət almaq lazımdır. Beyyət aldığı zaman İmam, indi biz bunu oxumuşuq, cəmaata da çatdırmışuq.
belə deyək, o beyyət zamanı İmam Hüseyn əleyhissalam bir dənə maraqlı söz deyir. Deyir ki, sən ki beyyəti xalqa görə alırsan, bunu mənim təklikdə niyə gecə ilə çarpdırmırsan? Şimdi xalqı yox, mən də öz fikrimi deyim. Demirsən ki, xalqa görə alıram, sən beyyət elə ki, xalq da beyyət eləsin, bunu gizlində niyə eləyirsən? Gətir cəmaatın içərisində, mən də beyyət edim, gör beyyət eləyəcəm, eləməyəcəm. Yəni, orada mənim mövqeyimi soruş. Görsən, İmam nəsə? İmam istəmir hədər qanı ola. Bu da bir mühümdür, bu ayrı bir mövzudur. İstəmir ki, qanı hədər ola. Kərbala hədər qan deməkdir. Düşünülmüş məsələdir. O məsələ belə bir şeydir ki, bir nəfər avariya ilə, qəza ilə, qəzada faciə ola, faciə ilə gətirəsən, Kərbala faciəsini eyniləşdirəsən. Bu faciədir, o qəzadır. Ola bilər sənin öz günahından olur. Amma bu başqadır, düşünülmüşdür. İmam istəmir Mədinədə belə qanı hədər olsun. Orada da Vəlidin yanında Mərvan adında bir şəxs var ki, Mərvan da deyir ki, bu sən bunu buraxmayır. Burada elə gecə ilə bir yataq. Yoxsa da ki, öldür geçsin. Yəni, olmaz bunu belə buraxmaq. Həmin şəxsdir Mərvan. İndi bunu qoyduk kənara. Kərbala faciəsi olub. İmam Əli ibn Hüseyin də Kərbala faciəsinin içində daşıyır. İndi tarix gəlib nəyi göstərir? Hərrə hadisəsi. Kərbaladan sonraki Yezidin cinayəti. Hərrə hadisəsi. Yezid Mədinə əhlini, kişilərini, xüsusilə kişilərini qılıncdan keçirdir. Xanımlarına, qadınlarına təcavüz elətdirir, Allah lənət eləsin. Hərrə hadisəsi çox dəhşətli hadisələrdən biridir. Halbuki Əhl-Sünnə mənbələrində, Səhih Müslimdə deyir ki, eyni Əli misalı. Əlini mömin sevər, Əliyə münafiq düşmən olar. O hədisin eynisini Mədinə əhli üçün var. Mədinə əhlini mömin sevər, Mədinə əhlinə də münafiq düşmən olar. İkisi də var, ha? Mədinə əhlini qılıncdan keçirdi. Qılıncdan keçib məşhur Hərra. Və təbii olaraq üsyançılar, Mədinəli üsyançılar da Əməvi tərəfdarlarını özlərinə və ailələrinə hücum elədilər. Hücum eləyəndə haqqın çərçivəsini aşdılar. Qeyri-məsumdur axı. Qeyri-məsum olduğu zaman biraz həddi aşmaq mümkündür. Mərvanın özünə təhdid elədilər heç. Mərvanın ailəsi də təhdid üzərində qaldı. Halbuki ailənin bir günahı yoxdur, xanımın günahı yox idi. Həmin vaxtı İmam Zeynalabdin dedi ki, xanımlar ki, qorxub, mən öz evimi verə bilərəm ki, onlar sığınacaq olsun. Öz evimi verərəm də. Bu ne cür davranmaqdır? Buna deyirlər ki, sən o qədər kəramət əhlisən, ya səxavət əhlisən də. Biz bir dəfə söhbətimizdə demişik, 3 cür davranış var. Bir var adil davranış, bir var mühsin davranış, bir var mukrim davranış. Adil davranış budur ki, bu mənimdir, bu sənindir. Mühsin davranış budur ki, bu sənindir, bunu da qoyuram üstündən, bu da sənindir. Yəni, ehsan davranış. Qurana Kərim nə deyir? İnnəllah ya'muru bil ədli vəl ehsan. Allah həm ədalətli sənə əmr edir, həm ehsanı. Ailənin içərisində sən ailənin öz üzvlərinə ədalətlə davransın, o ailə dağılacaq. Bu mənimdir, bu sənindir. Görsən, məsələn, bəzən maaşları bölürlər. Deyir ki, bu mənim maaşımdır, bu sənin maaşındır. Bu mənim pulumdur, sənin pulumdur. Bundan ailə getməz. Ehsanla ailə gedər. Yəni, bu sənindir, sən də keçirsən özünkündən. Məsələn, görsən, analarda Allah əməli salih analarımızı həqiqətən də vücudları mübarək eləsin. Analar görürsən ki, fədakar anadır. Gəlir, deyir ki, evin içərisində əgər 3 tabaq yemək varsa, 4 nəfər varsa, o imtina eləyən ana olacaqdır. Ana deyəcək ki, mən yemirəm, mən ac deyirəm. Halbuki özü də acdır. Amma övladına fəda eləyir özünü. Bundan işimiz yoxdur. Bu nədir? Ehsan davranış. Ailə bundan gedər qabağa. Bundan da üstün bir davranış budur ki, biri sənin düşmən olar.
Amma sən buna kəramətlə davranırsan. Hələ o öyle. Yəni səxavətlə davranırsan. Ya səni təhqir eləyə İmam Həsən əleyhissalam. Gəldi biri təhqir elədi. İmam Həsən əleyhissalama Şamlı idi, gəldi, söydü. Söyəndən sonra imam dedi ki, sən uzaq yol gəlmirsən, açsan, apardı, ona bir ziyafət verdi, bunu dincəlməyinə şərait yaratdı. Bu da gəldi, düşdü imamın uzaq, gəldi əlinə, ayağına ki, səni bizə səhv tanıtdırıblar. Biz səhv bilmişik. Quran buna toxunurmu? Kəramət əlinə toxunurmu? Bəli, toxunur. Şəhidin hekayəsini danışır. Allah Yasin surəsində deyir ki, Həbib Nəccar, o bir nəfər ki, min əqsal Mədinə, rəculun yəs'a, bir nəfər kişi qaça-qaça gəldi, dedi ki, bu peyğəmbərlərə tabi olun. Dəlillərini gətirəndən sonra o kişini öldürdülər. Amma Quran demədi necə öldürdülər. Deyir ki, Quran belə deyir, kaş mənim qövmüm biləydi. Qövmüm bunu öldürüb, bunu qilətxulul cənnə, dedi gir cənnətə, Həbib Nəccara dedi gir cənnətə, bərzəx cənnətinə daxil oldu. Bərzəx cənnətinə daxil olan kimi qalə yaləytən təni qavmi yaləm. Kaş qövmüm biləydi, kaş qövmüm biləydi. Yəni sən xalqı fikirləşirsən hələ də. Xalq səni şəhid eləyir. İndi İmam Zeynul Abidin üstünə gələk. Mərvan ibn Həkəm. Bu qədər sənə qarşı elədikləri cinayətlər, amma sən bunun ailəsinin haqqını fikirləşirsən, haqqın cizgisindən çıxmırsan, hansı halda o içindəki o acını daşıya-daşıya, Kərbəla acısını içində daşıya-daşıya, Kərbəla cinayətlərində əməyi olan adamların ailəsinə qarşı necə davranırsan? Haqq cizgisində davranırsan. Bu adama Allah imamət verər də, yoxsa yox. Yoxsa əməlinin dozasını qaçırdan, yəni emosiyaları, hisslər, bayaqlar danışırdıq emosiya. Dedik ki, bizim hansı emosiyalarımız Kərbalada bizi inkişaf elətdirə bilər. Bizi o emosiyalarımız ki, haqq cizgisindən kənara çıxartmaya. Gəlib sən ya Əlini, ya Hüseyni deyəsən, amma ya Hüseyni deyəndə kiməsə qıcıq vermək üçün deyəsən. Yox, kiməsə qıcıq vermək olmasın. Elə haqq cizgisinə xidmət göstərsin. Kiminsə hidayət olmağına xidmət göstərsin. Kiməsə acıq verməyə xidmət göstərməsin. Yəni İmam Zeynul Abidinin xəttini, cizgisini davam edətdir. O xəttlə də və o zaman sənin sözün haqqa şəhadət verəcək. O zaman sənin sözün qiyməti olacaq. Yoxsa qıcıq verməyin nə sənə xidmətin köməyi var, nə Allaha köməyi var, nə dinə köməyi var. Filan kəsin acığına ya Əli, filan kəsin acığına ya Hüseyin. Yox, qardaşım. İxlasla. Bu şey ki, ixlasla olacaq, əlbət təsir olacaq. Cəmiyyətimizdə də təsir olacaq. Əhl-i Beytin yoluna da təsir olacaq. Məsələ bu arxa plan deyə, məsələ niyyətdir. Allah niyyətlərinə görə əməl dəyərləndirir. Əməlin özünü çəkmir. 2 dənə qurban təqdim eləmişdi. Bir Adəmin övladı Habil və qurban. İkisi də qurban təqdim eləmişdi. Belə baxanda Qabilin təqdimatı daha ondan yaxşı idi. Amma Allah deyir ki, mən təqvalardan qəbul edirəm. Yəni qıcıq verənlərdən qəbul eləmirəm də. Mən təqvadan qəbul edirəm. Məsələ təqvadır. Məsələ sənin cəmaata özünü göstərməyin dör əzim. Məsələ o məsələnin içərisində olan ixlasdır, səmimiyyətindir, nə qədər Allah razılığı üçün eləməyindir. Bu halda olsa əlbət ki, heç bir qəbahəti yoxdur, təsiri də olacaq, cəmiyyətə də xidməti olacaq. Və bundan əzizlər də heç də inciməsin. Yəni bu bizim haqqımızdır və biz də bunu deməliyik də, bunu da bildirməliyik. Bizim işimiz də budur. Biz də bu məsələdə məsuluk. Mən bunu davam eləmək istəmirəm, amma bir şey qeyd eləmək istəyirəm. İmam Səccad əleyhissalamın Allaha bağlılığını qeyd eləmək istəyirəm. Necə atasının yolunu davam eləməyi. Biz dedik ki, Tasua günü əslində şəhid olmalıydı. Tasua günü şəhid olmalıydı. Fərd müəllim də bu məsələyə işarə edib də. Yəni qeyd edib Allah vücudunu mübala eləsin. Qeyd edib ki, Tasua günü şəhid olmalıdır. Amma İmam
İmam Hüseyn əleyhissalam öz qardaşı Əbülfəzl Abbas ağanı çağırdı və bir neçə nəfərlə Bəni Haşimdən insanları göndərdi. Dedi ki, gedin vaxt alın, bir gün bizə vaxt versin. Biz Qurana aşinayıq, biz namaza aşinayıq, biz razı niyaz eləyik Allahla. Öz aramızda bu eşqimizi göstərir. Deyir ki, nəql edirlər, deyir ki, arı zümzüməsi kimi səsləri gəlirdi Quran oxudmaqlarında. Arı zümzüməsi kimi idi. Deyir, o həddə bunlar Quran oxuyurdular, arı zümzüməsi kimi idi. Yəni Allaha bu qədər razı niyaz eləyirdilər. İndi fikir verin, bizim yəni imamın hədəfini çatdıranda bu mühümdür də. Yəni biz daha çox təvhid mərkəzli danışmalıyıq, Quran mərkəzli danışmalıyıq. Çünki bizim imamımız Quran mərkəzli olduğunu burada göstərir. İndi fikir verin. Oğlu Əli ibn Hüseyn neynir? Deyir ki, bir dənə hadisəni nəql edirlər İmam Zeynul Abidindən. Bir dənə hadisəni nəql edirlər. Çox incə məsələdir. İmam Zeynul Abidindən məsələni nəql edəndə deyirlər ki, İmam Əli ibn Hüseynin evinə od düşmüşdü. Ev yanırdı. Ev yanırdı. Evi yananda imam da namazdaydı. İmam Zeynul Abidin namazdaydı. Dedilər ki, çağırdılar, çox çağırdılar. Çağırdılar, hay vermədi və bu namazdan qutarana artıq evin odun söndürmüşdülər. Bu hadisəni nəql edir Müqəddəs Ərdəbili Həqiqətü Şia kitabından. Bu kitab bizim Azərbaycan dilinə tərcümə olunur. 12 imamın həyatı ilə bağlı. Oradan mən nəql edirəm. Deyir ki, evinə od düşmüşdü. Çağırdılar, hay vermədi. Hay vermədi. İmam namazdan qalxandan sonra ona dedilər ki, ev yanırdı. Dedim, mən həmin ərəfədə cəhənnəmin odun görürdüm. O cəhənnəmin odu o qədər alovu mənim gözümün qabağında o qədər dəhşətli idi ki, mən evin odunu onun müqabilində çox kiçik gördüm. Bu Qurandır. Ləv tə'ləmun ilməl yəqin. Əgər sənin yəqin əhli olsun, lətəravvunnəl cəhim. Sən cəhənnəmi görərdin. Quran ayəsidir. Təkasür surəsində. Əgər sən yəqin əhlindən olsaydın, cəhənnəmi görərdin. Yəni cəhənnəmi görərdin. Yəni yəqin əhli olmaq. Qayıtdıq yenə Səcdə surəsinin 24-cü ayəsinə. Səcdə surəsinin 24-cü ayəsində Allah-u Teala nə dedi? Əli ibn Hüseynin imamətindən danışır. Dedi ki, ləmmə səbəru. Biz o imamlara qərar vermişik ki, bunlar əmrimizlə hidayət elərlər. Onlar səbr elədiklərinə görə imam olublar. Və kanu bi ayətinə yuqinun. Bizim ayələrimizdə də yəqin əhlindən olublar deyə imamdırlar. Yəni yəqin əhlisən deyə sənin haqqın çatır, sən imam olasan. Yəni mən bununla istəyərdim fikrimi çatdırım və xülasə eləyim. Demək istəyirəm ki, biz imamlarımızı düzgün tanıyaq. İmamlarımızı düzgün tanıdığımız zaman biz öz cizgimizi biləcəyik. Biz demirik ki, mərsiyə, demirik ki, bunlar hər biri olmalıdır. Amma bunların üzərindən imam tanımayaq. Həqiqi mərifət üzərindən imamı tanıyaq. Lazım gəlsə o məsələlərdə də diqqətli olaq. Lazım gəlsə düzəliş eləyək, islah eləyək. Zaten imamın işi də islah eləmək olub. İslah eləyək və həqiqi imam mərifətinə sahib olanlardan olaq. Təhiyyətəlləkum və səlamu aleykum və bil-fatihəti məəs-salavat. Allahümmə səlli alə Muhammed və ali Muhammed və əcil fərəcək.